Yeni bir telefon almaq istəyirsiniz, amma iki modelin arasında qalmısınız. Və yaxud da səyahət etmək istəyirsiniz, burada da iki şəhərin arasında qalmısınız. Bununla bağlı sizə bir müqayisə saytı mən göstərəcəm indi. Bu sayt vasitəsilə siz təsəvvür edin, universitetlərdən tutmuş, ev əşyalarına qədər bir çox şeyin müqayisəsini apara bilərsiniz ki, yəni məsələn, hansı daha yaxşıdır, hansını niyə almalıyam, niyə bu qərarı verməliyəm. Saytla tanışlıq məqsədi ilə qısa bir videoda çəkmişəm. İstəsəz videonu davam etdirib ona da baxarsınız və yaxud da ki, sayta birbaşa keçid edərsiniz. Deməli dostlar, sayta giriş etdikdən sonra bu yerə nələri müqayisə etmək istəyirsinizsə də adını yazaraq müqayisə edə bilərsiniz. Həmçinin onu deyim ki, siz bu yerə daxil olaraq buradan dili də dəyişə bilərsiniz. Yəni hansı dil sizin üçün daha rahatsa, o dildə məlumatları oxuya bilərsiniz. Deməli, məsəl üçün çox məşhur bir müqayisə aparaq tutalım ki, iPhone 17 Pro ilə Samsung S25 Ultra-nı müqayisə edək. Deməli, gördüyünüz kimi 83 xal iPhone 17 Pro-nu dəyərləndirib, 99 xalsa S25 Ultra-nı. Burada ümumiyyətlə dəyərləndirmə hansı mənbələrlə götürülür, nəzərdə tutulur. İndi bunlar öz yerində. Amma təbii ki, müqayisə etmək üçün və ən əsasda məlumatları oxumaq üçün çox əlverişli bir saytdır bu. Ümid edirəm bu saytı bəyəndiniz və sizin üçün də çox faydalı bir video oldu bu.